Bugün sizlərlə yanma reaksiyalarında yanan maddənin yanma istiliyinin tapılmasına baxacağıq. Ümumiyyətlə, biz xatırlayaq ki, yanma reaksiyası nədir? Yanma reaksiyası oksigenin iştirakı ilə baş verib və istiliyin ayrılması ilə baş verən reaksiyalardır. Yəni, mən burada sizdə asitlenin yanma reaksiyasını yazmışam və əmsallaşdırmışam. İndi bizə testdə sual verir ki, asitlenin yanma istiliyini tap. İlk öncə nəyə diqqət edirəm? Bu reaksiyada mənim bu yazdığım 2600 kilojoule reaksiyanın istilik effektidir. İstilik effekti Q hərfi ilə işarə olunur. Yəni, bu reaksiyanın istilik effekti 2600 kilojoule'dur. Yanma istiliyi dedikdə isə, yanma istiliyi 1 mol maddənin yanması üçün sərf olunan istilik miqdarıdır. Yəni, mən burada diqqət etsəm ki, asitlenin neçə molu yanıb? 2 molu. Və 2 mol asitlenin yanması üçün 2600 kilojoule istilik verilmişdir. 2600 kilojoule. Neydi? 600 kilojoule. Bu zaman 1 mol asitlenin yanması üçün nə qədər istilik miqdarı lazımdır? X. Və tənasübü həll etdikdə biz tapırıq ki, 1300 kilojoule. Bu məsələlərdə nəyə diqqət edirik? Yəni, biz yanma istiliyi soruşursa, həmişə biz istilik effektini yanan maddənin moluna bölürük. Yəni, burada 2-nin əvəzinə 1 olsaydı 1-ə bölərdim, 3 olsaydı 3-ə bölərdim, 4 olsaydı 4-ə bölərdim. Və yanma istiliyinin vahidi də kilojoule bölünsün moldur.